23 yaşım var, 19 yaşımda qardaşım şəhid oldu. Universitetə qəbul olmağımı istəyirdi, onun o arzusunu həyata keçirmişəm. Qardaşım nişanlı idi və nişanlısını çox sevirdi. Biz onun toyuna hazırlaşarkən şəhid xəbəri gəldi. Qardaşımın dostuyla hərlənmişdik, sözlüydük. Hər ikisi də hərbiçidirlər. 2022-ci il hər ikisini də məndən qopardı. Sevdiyim müharibəyə gedərkən mənim şəklim onun sinə cibində idi. Qardaşımın şəhid xəbəri mənə alt-üst edərkən, sevdiyimin də şəhidlik xəbəri mənə 3 saatdan sonra çatdı. Sanki o an bir boşluqda idim. Elə bil bu dünyadan biri deyil idim. Bu həyat məndən gözünə baxarkən yaşamağa olan inancımı artıran sevdiyimi və arxam dayağım qardaşımı aldı. Qardaşım və sevdiyim mərd və cəsur igidlərdir. 4 ildir ki, hər ikisinin məzarına hər gün gedirəm. Elçilərim çox oldu. Mən isə sözlümün tutduğu əli başqasının tutmasına icazə verə bilməzdim. 4 il mənə 4 əsir kimi gəlir. Hər an qardaşımı və sevdiyimi yanımda hiss edirəm. Soruşsanız bu dərdə necə dözürsən? Dözməyi bizə xalq öyrətdi. Hal-hazırda müəlliməyəm, neçə şəhid övladına dərs keçirəm. Çünki bizdən başqa heç kimimiz yoxdur. Allah qardaşım və sözlüm timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Qızlarımız və gənclərimizə onu demək istəyirəm ki, arzularınızın, xəyallarınızın nə olursa olsun arxasında durun. Sizdən başqa dəstəkçiniz, sevəniniz yoxdur. Həyatınızın təməlini özünüz seçin.